dünən müraciət eləmişdim. İndi də ödəniş kodu gəldi. Samir, eşitmişəm satın almalarda iştirak edəndə hansısa güzəştlər var. Bilmirsən, bu nə güzəştdir belə? Hə Leyla, dövlət satın almasında iştirak edəndə təqdim elədiyin məhsul yerli mənşəlidirsə, o zaman nəzərdə tutulan 20%-ə qədər güzəştdən faydalana bilirsən. Necə? Bunun üçün əvvəlcə malın yerli mənşəli olduğunu rəsmi təsdiq edən malın mənşəyi barədə rəy sənədini almalısan. Bu sənədi hardan, necə alacam? Gəl sənə göstərim. Deməli, siyahıda gördüyümüz tələb olunan sənədləri yığıb, istehlak mallarının ekspertizası mərkəzinə ərizə ilə müraciət edirsən. Ərizə ilə? Hə, bax, burada ərizə nümunəsi də var. Bəs sonra? Sonra malın mənşəyinin müəyyən olunması üçün ekspertiza aparılır. Həm sənədlər yoxlanılır, həm də istehsal sahəsinə yerində baxış keçirilir və bunun əsasında malın mənşəyi barədə rəy sənədi tərtib olunub sənə verilir. Samir, bəs mən indi müraciət etsəm mənşə rəyini nə qədər vaxt ala bilərəm? Leyla, müraciət edəndən sonra 5 iş gün ərzində mənşə rəyini ala bilirsən. Amma sənədlərdə hər hansı uyğunsuzluq olsa, onda sənə bildiriş göndəriləcək. Çalış bu bildirişə tez cavab verəsən ki, sənədlərini vaxtında alasan. Əla Samir, bunları başa düşdüm. Bəs o 20%-ə qədər dediyin güzəşt necə tətbiq olunacaq? Leyla, deməli səninlə bir yerdə eyni satın-almada iştirak edən başqa təchizatçıların təklif verdiyi qiymətə münasibətdə sənin təklifindəki yerli mənşəli olan məhsulların qiymətinin 20%-ə qədəri satın-alma komissiyası tərəfindən güzəştli hesab ediləcək. Samir, bu hissəni nəsə tam başa düşmədimi? Bunu başqa cür necə izah edə bilərsən? Bax, sənin məhsulun yerli mənşəlidirsə, verdiyin 10 manatlıq qiymət təklifi 8 manat kimi nəzərə alınacaq. Yəni, sən 10 manat başqa təchizatçı yerli olmayan ya da mənşə rəyi almadığı məhsula 9 manat qiymət təklifi veribsə, baxmayaraq ki, sən 1 manat o biri təchizatçıdan daha yuxarı qiymət təklifi vermisən, sənin məhsuluna 20%-ə qədər güzəşt edildiyinə görə komissiya sənin məhsulunun qiymətini 8 manat kimi qəbul edəcək.